Asan İnnovativ İnkişaf Mərkəzinin süni intellekt savadlılıq proqramı davam eləyir. Biz bu dəfə Veysaloğlu Şirkətlər Qrupunun rəhbər şəxsləri və müxtəlif şöbələrinin əməkdaşları üçün süni intellekt təlimləri keçəcəyik. Mən artıq süni zəkadan daha effektiv üsullarla necə istifadə etməyi öyrəndim. Məmnunam. İnşallah ki, davamlı olar bu təlimlər. Çox müsbət dəyərləndirirəm. Mən və komandam bu təlimdən inanıram ki, gələcəkdə böyük uğurlar əldə edəcəyik. Təlimlərimiz həmişə olduğu kimi nəzəri olmaqla yanaşı praktiki şəkildə həyata keçirilir. Təlim zamanı süni intellektin yalnız texniki bir anlayış olmadığını, iş həyatımıza ciddi təsir göstərdiyini anladım. Təlim çox maraqlı keçdi. Məsələn, mənim özümün şəxsən indiyə qədər eşitmədiyim Suno, Krok, Notebook LM belə bir saytların da olduğunu öyrəndim. Promptlarla, süni zəka alətləri ilə daha yaxşı, daha məhsuldar necə işləyə bilək, bunu öyrəndik. Buna görə öz təşəkkürümü bildirirəm hər kəsə. Mən bu istiqamətdə xüsusən təlimçi Nofəl bəyə çox təşəkkür edirəm ki, həm praktiki, həm də nəzəri bir çox faydalı biliklər paylaşdı və ona ünvanlanan sualları peşəkarlıqla cavablandırdı. Həm təlimçiyə, həm də Asan İnnovativ İnkişaf Mərkəzinə dəstəyə görə xüsusi təşəkkür edirəm. Çox sağ olun.